Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli dinleyici, Kurban Bayramının Felsefesi adlı dersimizin ikinci hissəsində İbrahim aleyhisselamın Allah ile olan münasibətinin inanılmaz səviyyəsindən olan övladını qurban kəsmə hadisəsi danışılacaq. Biz bu Qurban Bayramı öncəsi bu barədə məlumatları sizinlə paylaşırıq ki, değerli Müslümanlar hansı dində olduğunu, onların yaşadığı dinin ne kadar inanılmaz olduğunu ve Allah'ın insan ile olan imtihanının səviyyəsini bilək deyə bu dersler paylaşılır. Ki, qurban qabağı bu ibadeti niye edirik? Bu ibadet haradan gelir? Niye Rabbimiz bizden bunu tələb ediri öğrenirik? Ve bir de burada bize bir ibrət olur ki, biz Allah için neler yaşamışıq ki, bəzən şikayət edirik. Gör, Allah üçün nələr yaşayanlar olub. Bir insan deyəndə ki, mənim canım, varım, ailəm Allaha qurban olsun deyən insan, hələ bir İbrahim aleyhisselamın qissəsini öyrənsin də, görsün ki, biz haradayıq müqayisədə. Biz nə qədər canım Allaha qurban olsun deyirik. Xəstələnən kimi şikayət edirik. Biz nə qədər Allaha tam təslim olmuşam deyirik ki, biraz övladımızın xeyir işi yubananda cadügərlərin qapısına gedirik. Özü də cadügərin qapısına getmək sıradan günah deyil ha. O Allah'ın dinini tapdıyıb keçməkdir. Bir var başka yol gedəsən, bir de var ki dini tapdıyıb keçmək. Bu Allah'a üsyandır. Ona göre değerli insanlar, dersleri dinleyerken bu dersler zaman kesilmesi için paylaşılmır. Bu dersler paylaşılır ki biz anlayaq, dinimizin hissələrini yaşayaq. Bakın, görün bu hadisə necə Allah'a xoş gedibsə, 5000 ile yaxındır, yani 4200 ildən yuxarıdır, dünyada bu hadisə yaşanır. Qurban kəsilməsi, həc mərasimi, insanların həccə getməsi, həc İslamla başlamayıb ki. İslamdan da qabaq insanlar həccə gedirdi. İslam onu xüsusi qanunlaşdırdı. Yani bəzi yaramaz şərtləri oradan çıxartdı, insanların gətirdiyi. Yani bunu Allah İbrahim aleyhisselamdan başlatmıştı. Ona göre değerli Müslüman, qabaqda qurban gelir. Qurban kəsməyə hazırlan. Kərik qalaram, biraz mənə də pay verərlər. Düşüncəsini ağlından çıxart. Gör insanlar nələrini qurban ediblər. Deməli, keçən dərsimizdə biz İbrahim aleyhisselamın inanılmaz imtihanlarından biri olan Allah üçün canını alova atmaq. O gerçəkdə alova atıldı. O imtihandan salamat çıxdı. Sonra o ailə bağı var, ailə bağı. Yəni bizim dinləyicilərimiz belə bunu yaxşı dinləsin. Nə qədər görəcəyimiz işlər var, ailəmizə görə görmürük. Deyirəm ki, ailəm var, belə olar. Mənim də övladım var, işləməsəm belə olar. Necə olar deyə bizim dində nə qədər etmədiyimiz işlər var. Bax, İbrahim aleyhisselam ailəsini gətirdi, sanki 2-3 gündən çox yaşanması mümkün olmayan bir yerdə təslim etdi Allaha. Həyat yoldaşı da bu imtihandan gözəl şəkildə çıxdı. Değerli xanımlarımız, siz bunu dinləyin. O eşidəndə ki, Allah deyib onu burada qoy. Qadının imanına bax. O dedi ki, mənim Rəbbim məndən bunu tələb edirsə, mənim bütün varlığım Rəbbimə qurban olsun. Get, heç arxaya belə baxma İbrahim.
İbrahim əleyhissalam getdi. Allah subhanahu taala, yəni bu hadisələr oldu. Keçən dərsdə Zəmzəmin yaranma hadisəsini öyrəndik ki, necə baş verdi bu hadisə və bunun üçün də yadda saxlayın ki, həcc mərasimində bunlar hamı şərtdir. Evindən gedirsən, çöllərdə gözləyirsən, Ərəfat çölündə, yəni həccə gedənlər bunu bilirlər. Ərəfat çölündə gözləyirsən, bax bu İbrahim əleyhissalamın yaşadıqlarının kiçik bir epizodlarıdır ki, Allah bizə onu yaşadır ki, bax belə olun, ara bir hər nəyizi tərk edin, hər nəyizi qoyun, bir çıxın bir çöllüyə. Yəni bu mənada ki, ayrıl bir ailə mühitindən, iş rejimindən, bu olar, bu olmazlardan ayrıl. Filənkəsin evi var, filənkəsin maşını var, bir bunları qoy bir kənara. Arada bir dəfə, yəni ən azı ildə bir dəfə bir tərk-i dünya ol, xəyallarını təmizlə, bu problemləri, bu komfort həyatı biraz bir kənara qoy, get bir ayaq yalın, isti şərait, qarın ac və Allah ilə münasibətdə ol. Yəni saxla bu, nə yeyəcəyəm, nə geyəcəyəm, filənkəs nə deyər, insanlar nə deyər mənə, bunların hamını qoy bir kənara, Allah ilə tək qal. Ona görə bax həcc mərasimində bunlar yaşanır. Anlamayanlar bunu anlamayıb deyirlər. Nə mənası var? Daşlı, çınqıllı çöllərdə gəzirlər boş-boşuna. Boş-boşuna gəzmirlər, nadan, cahil. Boş-boşuna gəzmirlər. Onlar orada insan olurlar. Onlar orada yaşadıkları bütün günahları tökürlər. Çünki insanlığımız bizə qayıdır. Və sonra Allah bir müddət sonra İbrahim əleyhissalama dedi, ey İbrahim, get indi ailəni harada qoymuşdun ora. Gör nə görəcəksən. İbrahim əleyhissalam gəlib nə görsə yaxşıdır. Allahım, səhralıqda ağaclar çıxıb. İnsanlar köçüb bura. Çünki su var. Zəmzəm suyu, ən dadlı su və ən mümbit su. Su olan yerdə hakimiyyət var, güc var, enerji var. Bu arada insanlar köçüb və bu insanların böyüyü, bunun oğlu İsmaildir və onu insanların ağbirçəyi Həcər anamızdır. Yəni Allahım, mənim ölümə tərk etdiyim insanları sən sultan etmisən ki, sən burada qəbilə başçısı etmisən ki bunları. Və bu qurumuş səhranı, çöllüyü sən şəhər salmısan ki burada Allahım. Baxın, bizə burada ibrət budur. Allah üçün bir şeyi tərk edəndə, Allah onu sənə 1000 qat artığını qaytarır. Qorxma. Allah üçün bir şeylərini qurban ver. Bax, yenicə övladının, həyat yoldaşının, güzaranının gözəlliyini görüb bu sevinci yaşayan bir İbrahim yuxu gördü. Yuxuda gördü ki, ona deyilir, İbrahim verdiyin sözü tut. Övladını Allah üçün qurban kəs. 3 dəfə təkrar yuxu gördü. Dedi, bəlkə də sadə bir yuxudur, bəlkə də vəsvəsədir. 3 dəfə eyni yuxunu gördükdən sonra, axı o İbrahimdir. Axı onun imanı mükəmməldir. O bildi ki, bu Allahın imtihanıdır. Və gəlib oğluna bunu danışdı. Axı oğlunu kəsməlidir. İndi güzarana çıxan, indi dirçəlmək istəyən bir övladın, gəl indi qurban kəs, aman Allahım, hələ heç kəsin başına bu problem yaşanmayıb. Yəni, kimsə övladını qurban kəsməklə bunun buruna qalmayıb, öz əllərinlə. Oğluna danışdıqda ki, bu Qur'an-ı Kərimdə Saffat surəsi 102-ci ayədə keçir. Və o dedi, övladı müəyyən yaş həddinə çatdıqda İsmail, İbrahim ona dedi, Qal, ya bunayya, inni ara fil mənami ənni əzbəhuka, fənzur məzə təra. Oğlum, mən belə bir yuxu görmüşəm ki, səni orada Allah üçün qurban kəsirəm. Sən nə deyirsən bu yuxuya? Yəni, sən nə deyirsən, razısan?
Qal, ya əbəti, if'al ma tu'mar. Ey ata, bu sənə Allah tərəfindən bir əmirdir. Əlbəttə ki, onu et. Sətəciduni inşaallahu minəs-sabirin. Sən görəcəksən ki, mən necə səbr edənlərdənəm. Az yaşlı övlad atasına dedi, ata, əllərimi bağla, birdəm əl-qol ataram, candır, ağrıyar, əl-qol ataram. Ata, gözlərimi bağla, birdəm gözlərin gözlərimə sataşar, sənin əlin dayanar. Baxın, dəyərli insan, bu normalda bir övladın anlaya biləcəyi mövzu deyil. Neçə dəfə qurban kəsilib ki, bu praktikadan belə keçib. Baxın, Allah bilirsiniz bu hadisələrdə bizə minlərlə ibrət və tərbiyə verir. Deməli, sən Allah üçün canını qurban verməyə hazır olsan, Allah sənə dünyanın ən ağıllı insanının ağlından belə üstün hikmət verər. Az yaşlı uşaq atasına deyir, gözün gözümə sataşar. O bu duyğuları harada yaşayıb ki? Haradan bilir ki, özü də heç atası illərcə də onları qoyub gedib. Heç şikayət də etmədi ki, bizi atıb getdiyin. Bax, burada atasız uşaqlara da bir ibrəti vardır. Yəni, Allah səni dirçəltsə, sənin atan minlərlə atalar kimdir ki? Allah dirçəltsə, insan dirçələcək. Allah səni xəlifə elədi. Xalqının lideri elədi. Və indi də sənin canını imtihan eləyir. Və o bu sözü deməsinə görə Allah ona dilinə bu gözəl hikməti yağdırdı. Və dedi, anama da demə. Çünki o zəifdir, gücü çatmaz. Yəni qadındır, birdəm şikayət edər. Yəni bu mənada. Yəni birdəm o deyər, necə yəni mən bu nə zəhmətlə böyətdiyim oğlu, mən qurban mı kəsəcəyəm? Bəlkə də müəyyən mənada haqlı olacaq. Çünki bilirsiniz niyə? Dəyərli insan, mələk gəlib deməyib ki, Allah birbaşa, yəni səs ilə deməyib ki, bu adam yuxu görüb, yuxu, aman Allahım, yuxuya bu qədər iman edib də, Allah mənə bunu deyib, sözünü bir qadına inandırmaq nə deməkdir? Bax, məsələ budur. O Peyğəmbər də, əlbəttə ki, ona ilham, vəhiy gəlmişdi. Amma yuxu, biz nə qədər yuxular görmüşük, Allah o yuxuda bizi hidayət etmək istəyib. Biz durub demişik, yuxudur geçdi. Yuxudur üstündən keçirik. Baxın, bəzən belə olur. Bu Rəbbani yuxu idi. Əlbəttə, şeytani yuxular da vardır. Bu Rəbbani yuxu idi. Bu hikmətli, ilham idi, vəhiy idi. Bəli, deməli, bu işlər İbrahim əleyhissalam övladını Allah üçün əlini, ayağını bağlayıb, üzü üstə yerə uzadaraq, saçının kakülündən tutub başını qaldırır yuxarıya. Yəni belinə doğru başını qaldırır. Bismillah, Allahu Akbar deyərək bıçağı övladının başına sürtür. Tam duyğularıyla övladım əlimdə öldü hissini yaşarır. Tam duyğularıyla. Yəni o demədi, nə yaxşı qabağı tez alındı. Yox, o tam övladının sanki başını kəsdi və ayıldı, gördü bu bir yuxudur. Misal üçün deyirəm ha. Yəni o qədər bunu yaşadı. Bax, bu bəlkə də elə başını kəsmişdi. Zaman da Allahın əlindədir. Bəlkə də Allah hər şeyi geri qaytararaq, ey İbrahim, dur. Sən imtihandan artıq çıxdın. Al bu qoçu, tut, kəs və səndən sonra da bütün irsin Allah üçün qurban kəssinlər. Bu günləri. O gündə artıq biz yaxınlaşırıq. Yəni bir neçə günə Zilhiccə ayı başlayacaq. Zilhiccə ayında biz hansı əməlləri etməliyik? Növbəti dərsə sizinlə o paylaşacaq. Baxın, bunları edək, dəyərli insanlar. Allah üçün qurban kəsməyə xəsislik etmə. Hətta ən yoxsul insanlar qurban almağa gücüm çatmaz deyib, bir heyvan balacalığından saxlayıb böyəldərdilər ki, birdən gücüm çatmaz, kəsmərəm. Hər bir ailədə bu kəsilməlidir. Yəni, büdcəsi olan hər bir ailədə.
Yəni birlikdə yaşayırlarsa. Çünki gör insanlar nələrini keçdilər. Biz isə cibimizdəki xərci keçmək istəmirik. Və bəzi insanlar da buna şərtlərinə düzgün əməl etmirlər qurbanda. Yəni növbəti dərsi diqqətlə dinləyin ki, qurbanın şərtlərini düzgün tamamlayın. Və beləliklə də Allah üçün övladının başını qurban kəsməyə hazır olan atanın bu əməli Allah tarix durduqca qiyamətə qədər insanlara ibrət saxladı. Ümumiyyətlə, qurban kəsmə hadisəsi bəşər övladının ən birinci ibadət növüdür. Çünki qurban birinci Habil-Qabil qardaşlarında başlamışdı. Yəni, yerdə doğulan ilk insan Habil-Qabil qardaşlarıdır. Biz bəzən Adəm əleyhissalamın 2 övladını tanıyırıq deyə elə bilirik ki, 2 övladı var. 120-dən yuxarı Adəm əleyhissalamın oğul və qızları olub. 120-dən yuxarı. Və törəmə də bu şəkildə törənmişdi. Deməli, qurban birinci Habil və Qabildən tələb olundu. Ki, Allah dedi ki, Allah üçün qurban kəsin. Ki, sizin dualarınız qəbul olsun. Deməli, duaların qəbulu üçün qurban kəsilməsi ilk insandan başlayır. Və amma övladı yoxlanılması isə İbrahim əleyhissalamın qədərinə yazılmışdı. Dəyərli müsəlmanlar, deməli, İbrahim əleyhissalamın həyatı yer üzündə bir müsəlmana ibrət olacaq həyatdır. Ona görə də Allah Qur'an-ı Kərimdə Zuhruf surəsi 28-ci ayədə buyurur ki, mən səni səndən sonra gələn bütün nəsillərə ibrət saxlayacağam. Bir insan mən müsəlmanam deyirsə, hələ İbrahim əleyhissalamın bir həyatını oxusun. Görsün ki, bizim İslam ölçümümüz hara qədərdir. Deməli, mən müsəlmanam deyən, öz canını Allah üçün oda atmağa hazır olmalıdır. İbrahim əleyhissalam kimi. Canını oda atdı. Amma sən bunu unutma. Sən canını oda atsan Allah onu yandırmaz. Amma səni yoxlayar. Yəni bu ağızda, boğazdan yuxarı danışır, canım Allaha qurban deyir, yoxsa gerçəkdə canını oda ata bilir. Ona görə bugün dəvətçilər var ha, Allahın dininə insanları çağırırlar. Onlar bəzən vəzifəlilərdən, rütbəlilərdən elə qorxurlar ki, birdən məni həbs edərlər, birdən məni tutarlar, birdən işim əlimdən çıxar deyərək nə qədər haqq sözünü danışmır. Bax, bu insan özünü yoxlasın. Görsün ki, həqiqətən mən Allaha özümü qurban verə bilirəm. Sən sabah Allaha deyəndə ki, Allahım, mən canımı sənə qurban etdim. Allah deməz ki, sən bir maaşına görə özünü mənə qurban etmədin. Niyə yalan danışırsan? Sənin övladının ayağı sınmışdı, sən mənə üsyan elədin. Sən nə övladımı qurban edərəm deyirsən? Niyə yalan danışırsan? Bax, bu sözləri eşitməyək deyə Allah ilə səmimi olaq. Canını oda atdı, Allah onun canını qorudu. Vətənini tərk etdi Allah üçün. Çünki orada dedilər ki, ya bizim kimi yaşayacaqsan, yəni Allaha şərik qoşaraq, bütlərin qabağında qurban kəsəcəksən, bütlərə nəzir gətirəcəksən, vaxt aşırı, gətirməyəcəksənsə rədd ol bizim ölkəmizdən. İbrahim əleyhissalam da gücüm çatmır, nə etsin ki? Bir ailəsi ilə çıxıb dövlətlə müharibə etməyəcəkdi ki, bəli, gücüm çatmır, sizlə də razılaşmıram, vətənini tərk etdi. Allah ona nə vətən verdi? Allah ona bir vətən verdi ki, bugün bütün yeryüzünün müsəlmanları onun vətənində gedir, ac susuz torpağın üstündə ibadət edir. Həccə gedənlər, umrəyə gedənlər. Allah hər bir müsəlmana onu yaşatsın. Və onu yaşadarkən İbrahim əleyhissalamın yaşadıqlarını hiss etməyi də bizə yaşatsın. Çünki həccin gözəlliyi oradadır. Həccin gözəlliyi 3000, 5000, 10.000 xərcləməkdə deyil. Həccin gözəlliyi orada 4000 il bundan qabaq baş vermişləri hiss etməkdir. Orada
Allah ilə üz-üzə qalıb söhbət etməkdir. Konkret söhbət edirsən Allah ilə. Danışırsan. Qıraqdan baxanda səfeh adama oxşayır o. Biri qalıb, əllərini açıb, danışır, əllərini titrədir, bəzən şikayət eyləyir, bəzən ağlayır, bəzən gülür, amma danışır, kiminləsə bu söhbət edir. Heç kəs buna baxıb bunların başı pozulub demir. Hamı deyir, Allahım, çəş ki, mən də onu bacaraydım. Mən də belə yaşaya bilərdim səninlə. Heç olmasa ömrümün bir saatlarını belə yaşaya bilərdim. Bu o gözəl anlardır, Allah yaşatsın. Ona görə ailəsini tərk etdi. Allah ona bir vətən verdi ki, o vətən ibrət oldu bütün müsəlmanlara. Lazım oldu, ailəsini qoyub gedə bildi. Yəni, ailəsini səhrada qoydu, getdi. Bax, belə iman etmək lazımdır. Yoxsa bu mənim qeyrətimdir. Allahın Rəsulü deyir ki, heç kəs Allahdan qeyrətli deyil. Yəni, bu mənim qeyrətimdir deyən insan düşünsün. Allah bizə qeyrətsizliyi şövq edər, bizi buna təşviq edər ki, qeyrətsiz ol, at ailəni get, yox. Amma Allah yoxluyur bizi, biz nə qədər bağlıyıq ailəmizə, sevdiklərimizə, nə qədər bağlıyıq. O bağlılıq Allahdan çoxdursa, sən Allah üçün sıradan bir müsəlmansan. Amma Allah sevgisi hər nədən üstündürsə, bax sən üstünsən. Necə ki Allah Musa Peyğəmbərə dedi, ey Musa, sən bunların qabağında qaçırsan, sən ki möminsən, sən ki hamından üstünsən. Yəni, əsli mömin ən üstün adamdır. Ən üstün adamdır, acından ölsə də. Və yeri gəlmişkə, sonra növbəti ibrətli bir hadisə isə övladın Allah üçün qurban verilməsi. Gör, İbrahim əleyhissalam nələrin hamından 100% təmiz çıxdı. Heç birində tərəddüd etmədi. Halbuki o tərəddüd etsəydi, kafir olmurdu, ha. Hətta Peyğəmbər qalırdı. Peyğəmbərliyi belə yerində idi ki, Allahım, yuxud görmüşəm, kəsə bilmərəm. Zaten sən qoymazsan ki, biz övlad insan başı kəsək. Allah qoyar, insan başı kəsilsin. Yox, Allah qoymaz. Deməli, burada bir şey varsa, sən ona iman edərək onu yaşaya bilməlisən. Bu ona görə bizə deyilmir övladlarının başını qurban kəs. Bizə deyilir ki, övladına görə dinini qurban etmə. Dinini qurban etmə. Yəni ki, nə qədər insan vardır ki, ibadətini tam etmir. Bax, səbəbləri də ailə sıxıntıları, övlad. Bunlarla çox başımız qarışıqdır, çox. Bəlkə də günümüzün bir 80%-i bu sıxıntıları yaşayır, komfort həyat yaşaması. İşıq pulu, qaz pulu, işıq qalxdı, internet yoxdur, internet kəsildi, su gəlmir, qaz kəsildi, qazın qiyməti qalxdı, az işlət. Kimi məşğuliyyət günümüzün bir 80%-ni almışdı. Biraz da ondan sonra özümüz üçün əyləncə axtarırıq. Allaha nə qaldı ki? Biz Allaha nə verdik ki? Bəli, dəyərli müsəlman, qabaqda qurban gəlir. Qurbana hazırlaş. Sənin o qurbanda yaşayacaqların Allah üçün bir insanın Allaha olan bağlılıq dramıdır. Yaşa bu dramı, yaşa bu hadisələri, hiss et. Qurban kəsəndə Allah üçün insan necə sevə-sevə kəsməli. Başına sıxıntı gələndə Allaha canım qurban deyərək onu yaşamağı bacar dəyərli müsəlman. Qarşıda qurban gəlir, Allah bizə o qurbanı gözəl şəkildə yaşamağı müvəffəq eyləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.